Herkese selam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. İşlerimi gördüm, dedim bir tane de vlog başladım sizin için. Aslında bütün işlerimi kurtarmamışam. Ama indi düşündüm ki niye de bir vlog başlamayayım. Gedirəm yine bakmağa. Daha doğrusu yine baktım, o tarafta tapa bilmədim. İndi gəlmişəm bu tərəflərə baxmağa ki görüm yumurta tapa bilirəmmi. Ve tapdım. Birden buradan tapdım. Bu faldı. Üstünü belə cızıqlamışıq ki, bilək ki bu işlədə biləcək yumurta değil. Hava soğuk olduğuna göre yumurtlamırlar. Yumurtlayanlar da en ekstremal yerlerde yumurtluyorlar. Mesela damda falan. Bura çıxıb baxacağım indi görüm var mı? Oralarda bir küncdə bir dənə yumurta görürəm. Bilmirəm ama fal yumurtadır yoksa şeydi, götürmüyorlar. Bakın burada. Bu. Fal yumurta olsa dert yarı. Bu vapşi qabığıymış. Bir tane de oralarda bir yerde yumurta görürüm uzaktan. Belki de yumurta değil hiç. Mənə elə gəlir. Gedib orada baxmaq istəyirəm. Prosta hardan gedim bilmirəm. Yoxdur. Yumurtlamayıblar. Boş-boş gəzirlər bütün günü. Hər yeri gəzib cəmsi 2 dənə yumurta tapdım. Evə çıxandan sonra başladım soyucunu təmizləməyə. Birazını boşaldandan sonra ağlıma gəldi ki, elə bunu da videoya əlavə eləyim. Düzü keçən dəfəki vlogumda demişdim ki, hər şeyi videoya əlavə eləmək istəmirəm. Çünki sizi bezdirməkdən, sıxıcı olmaqdan qorxuram. Ancaq çox sağ olun ki, çox gözəl rəylər yazmışdınız mənə. Hər birinizin belə sevginizə görə, mənə hörmətinizə görə çox təşəkkür edirəm. Sizdən xoş sözlər eşitdikcə, sizin gözəl sözlərinizi oxuduqca özüm də həvəsə gəlirəm, motivasiyam yüksəlir və daha çox video çəkmək istəyirəm. Elə ona görə də bu işimi də sıradan bir iş kimi vloguma əlavə etdim. Nə də olsa bu da elə mənim günümün, işlərimin bir parçasıdır və vaxtımın bir hissəsini alıb. Bir neçə vaxt idi ki, soyucunu təmizləməyə vaxt tapa bilmirdim. Belə əslində vaxt tapa bilmirdim deyəndə özümə də çox qəribə gəlir. Ancaq həqiqətən də nəsə eləməyə, bir şeyin üstündə, yəni uzun müddət işləməyə vaxt tapa bilmirəm. Çünki günüm demək olar ki, qaça-qaçda rutin işləri görməkdə keçir. Uşaqlarla falan yəqin ki, uşağı olan analar məni başa düşərlər ki, çox çətindir. Hələ üstəlik də işləyirsənsə və müəllim işləyirsənsə, bir yandan da onun yazıları, iş gücü də bir tərəfdən adamın üstünə gəlir. Ona görə də bəzi işlərimi çatdıra bilmirəm. Evim həmişə səliqəli, hər şey yerində ola bilmir. Bunları da qəşəngcə yudum, təmizlədim, qoydum bura ki, suyu süzülsün, silib qoyum yerinə. Xanımlar məni yaxşı anlayarlar ki, evin içərisində iş bitmir. Neynəsən də, nə qədər təmizləsən də, nə qədər yığışdırsan da, yenə axtarsan iş tapmaq mümkündür. Şəxsən mən özüm səhərdən axşama kimi evdə olan günlər demək olar ki, oturmadan hərəkət edirəm. Nəysə yığışdırıram, haransı təmizləyirəm, bəzən qaynanam evdə olmayanda yemək bişirirəm və yaxud da başqa bir işlərlə məşğul oluram. Əslində axşam sayanda heç bir iş tapılmır. Yəni kimsə məndən soruşsa ki, bugün nə iş görmüsən? Barmaqla sayılacaq qədər az iş saya bilərəm. Amma bu işlərin arxasınca gedəndə o qədər yoruluram ki, yəni hərəkət eləməkdən yoruluram. Günün axırında demək olar ki, tamamilə enerjisiz halda qalıram. Elə bu səbəbdəndir ki, nə qədər çox video çəkmək istəsəm də montaja görə videoları vaxtında çəkib montaj eləyib ata bilmirəm. İnandırım sizi xanımlar, videonu çəkməkdən daha çətin iş varsa, o da montaj eləyib üstünə səs yazmaqdır. Hələ üstəlik evdə 2 dənə körpə uşaq varsa, onların səs-küyündən sakit bir yer tapıb səs yaza bilmək özü də böyük bir işdir. Belə qəşəngcə hər yerini sildim, təmizlədim, yudum. Qaldı içini doldurmaq.
Səhərdən həvəslənmişdim ki, şirniyyat bişirim. Sonra gedib baxdım, yumurta tapa bilmədim. Daha doğrusu cəmsi 2 dənə yumurta tapdım. Axşamüstü qaynanam gedib baxanda isə gördü ki, artıq toyuqları yumurtlayıblar və gətirib gəldi. Mən də dedim elə axşam şirniyyat bişirim, həm özümüz çayla içərik, həm də uşağa verərəm. Mənim oğlum eynən mənim kimi şirniyyat yeməyi çox sevir. Bizdə qaynanam, yoldaşım o qədər də şirniyyat, şokolad, şirin şeylər, konfet falan sevmir. Amma biz mama bala şirniyyat dəlisiyik. Əslində düşünürəm ki, kənardan alınmış abur-cubur yeməkdənsə elə ev şirniyyatını yemək daha yaxşıdır. Videoda hazırlanması ən rahat olan və ərzağı ən az tələb edən şirniyyatlardan biridir. Bəlkə də mən ardıcıllığı səhv əlavə edirəm. Çünki reseptdə nədirsə elə ardıcıllıqla qabın içərisinə əlavə edib qarışdırıram. Ancaq yenə də çox qəşəng şişir və dadı da çox gözəl alınır. Bu şirniyyat qabını da mama girə gedəndə onda görüb götürmüşdüm. İçərisini qəşəngcə salfetka ilə yağladım. Sonra ağlıma gəldi ki, keksin üzərini bəzəkli eləyim. Ona görə də kiçik bir hissəsini götürdüm və içərisinə kakao qatıb qabın içərisinə xırda-xırda əlavə elədim. Sonra da həmin qoyduğum hissələrə diş çöpü ilə ürək formasını verməyə çalışdım. Düşündüm ki, bəlkə keksin üzərində ürək formasında bunlar qalarlar, amma təbii ki olmadı. Yəni keksin bu içliyini içəriyə tökəndə onların hamısı pozuldu. Güya öz aləmimdə nəsə bir yenilik eləmək istəmişdim, ancaq heç bir şey olmadı. Dörd stəkan un gətirmişdim. Bu qədəri artıq qaldı. Təxmini olaraq yarısını istifadə elədim. 2 stəkan falan. İndi bu artıq qalanı da aparıram yerinə qoymağa. Həyətimizin işığını yandırmamışıq. Daha doğrusu yolun. Gedim həyətə düşmüşkən oranı da yandırım. Düşdüm ki, şirniyyatın bişən ərəfədə birazca odun götürüm, aparım axşam üçün. Yığdım odunları, apardım. Qaz olmaması biraz odun daşımaq, peç yandırmaq falan bu işləri artırır. Üstəlik də odun evi bulaşdırır. Həm aparanda tozu olur, həm tüstüsü olur. Ona görə biraz çətindir. Qaynanam piti pişirirdi və pitiləri pişmək üçün peçin üstünə düzmüşdüm. Mən də dedim, çəkib bunları da vloqa əlavə edeyim. Pişirdim, çıxardım. İndi bura soyuq su tökəcəm ki, bu biraz çıxsın qabdan. Ən əsas şey bunun çıxmağıdır. Görək necə olacaq. Çatdıq ən vacib qismə. Görək çıxırım. Allah. Göstərim bir sizə. Bu da mənim bəzəklərim. Əslində bunlar ürək olmalıydı. Amma belə yumrular oldular, ev yox. Və belə. Qəşəng yumuşaq. Oldu, yumuşaq bir keks çıxır. Payf verəcəm. Oğlum bayaqdan bəlkə də bir 20 dəfə məndən soruşub. Bunu da belə qəşəngcə doğrayacağım, qoyacağım yeməyə. Bizə nuş olsun. Sizə də təşəkkürlər.
İzlədiyiniz üçün. Əgər bəyəndinizsə bir like atmağı unutmayın. Bitinin biri artıq qalıb. Bunu da soyuducuya qoyaq. Bu isə gündə 3 dəfə mütləq görülən rutin işlərdən biri qabları yumaq. Evdə 3 böyük, 2 uşaq olsaq da, nədənsə bizim bir toyun adamı qədər qabımız çıxır. Amma burada heç bir problem yoxdur, çünki mənim qab yumaqdan çox xoşum gəlir. Qabları yuyandan sonra biraz uşaqlarla məşğul oldum, biraz dərs oxudum və beləliklə gün bitdi. Belə gözəl xanımlarımız, bugünlük məndən bu qədər. Əgər videoma bura qədər baxdınızsa, videomu like eləməyi və kanalıma abunə olmağı unutmayın. Hələlik.